ki, belə həmişə böyük suallara baxanda asan bir şey olur. Qorxulu bir şey olmur. Deməli, birinci növbədə bu 3 dənə düzbucaqlı bərabərdir. Özü demişdi. Eyni ölçülü. İndi birinci düzbucaqlının mavi hissəsi 8-də 5-ə uyğundur. Bura 8-də 5-dir. Onda qırmızı nə qədərdir? Hə, 8-də 3. 8-ə 3. Məsələn, ikinci düzbucağının qırmızı hissəsi artıq bura 4-də 1-dirsə, gəl belə eləyəndə onda bunu 8-i gətirək. Elə bir ki 8-də 5, 4-də 1, onda 8-ə gətirməliyəm. Hətta cavablar 24-dür. 8. Bəlkə 24-ə gətirək. Gəl bir dənə 24-ə gətirək. Bu 24-də Nə olar o? neçə olar bu 24-də? 15? 6. 6 niyə? 24. 24'te 3, 15 olur. 15. 24'te 15-dirsə, deməli onda bu mavi hissədir. Yəni bax bura birincinin mavi hissəsi 24'te 15-dir. Bəs qırmızı hissəsində nə qədər qaldı? 24'te 9-da. 24'te 9. Yəni bax buradan buraya məsafə ya. Hə. İndi başqa nə deyirdi? Hə, bu neçədir? 4'də 1 neçədir? 24'də 6. 24'də 6-sı bunun indi qırmızıdır. Yəni bu bura 24'də 6-dır. Gördün? Elə bir dənə başqa qələm götürüm, o qırmızı ilə üst-üstə düşməsin. Hə. Bax bura 24'də 6-dır. Opşi isə buradan burayacam 24'də 9-dur, hə? Bəli. Onda məsələn burada belə bir xətt çəksəm. Başqa qələmlə, qara ilə çəksəm, hə, görünər. Deməli belə çəksəm, orada balaca hissə qaldı, ikincidən söhbət gedir. Bu göy hissə qaldı ya. Ora onda məsələn soruşsa nə olar? 24'də 3. 24'də 6-sı bura getdi. 24'te yok. Ha, Qırmızı opşi buradan burayacam birinciyə görə. 24'te 6'ya. 24'də 6 qırmızı deyir. Buradır. Bax, buradan burayacağın 24'də 9-dur. Birinciyə görə. Buradan burayacağın qırmızı, yəni ancaq qırmızı. 24'də 6-dır. Opşi axı 24'də 9 olmalıdır. Deməli bu mavi hissəyə əgər soruşsa, Ha, 24'də bildim. 3'dür. 24'də 3'dür. O qalsın. Hələ bilmirəm nə soruşur. Deyir ki, 3-cü düzbucaqlıda qırmızı hissə nə qədərdir? Bax, buradan burayacağın nə qədərdir? Onu nətər taparsan? Hə, onu nətər taparsan? Onda şeydi də, Ya, nədir? onda bunu birbaşa tapmaq olmur. Bu əvəziyyət necədir? Bax, bura 24'də 6-dır da, düzdürmü? Qırmızı 24'də 6-dır. Demək ki, 24'də 6-dan böyükdür. Bax, 24'də 6-dan böyük olmalıdır. Məsələn, bərabərsiz kimi yazsaq. Və nədən kiçik olmalıdır? 24'də 9-dan. Yəni sən demə bəsit sual idi. Yəni axtardığı hissə 24'də 6 ilə 24'də 9 arasındadır. Məsələn, yəni oranı soruşmadı. Ora boş bekar elə danışdıq oranı. Yəni mənə lazım olan 24'də 6 hissə idi, 24'də 9 hissə. Bu hissə arasında olacaq. Yəni bu qırmızı hissəyə fikir versən diqqətlə. 24'də 6-dan böyükdür, 24'də 9-dan kiçikdir. Bu sualın yerinə hansı ola bilər variantlardan? 24'te 7. 7. 24'də 8 də ola bilər. Amma variantlarda yoxdur da. Məsələn 24'də 5 bunu sualın yerinə yaza bilmərəm, amma 6-dan böyük deyil. 11 9-dan böyükdür. Kiçik çıxmalı idi. 13 də həmçinin. Bəli. Bir dənə variant var. Yəni 24'də 8 də bunu ödəyir. Bunu ödəyən 2 dənə cavab var. Kəsir. Biri variantdadır. 13 də düşürəm asan. Düzbucaqlı forması olan 7'də 3'ü sarı rənglə boyanır. İndi biz deməliyik ki, burada nə qədərdir düzbucaqların sayı? Deməli 5-in belədir. 3 5'in 7-yə. 7'ye 35 tane. 35 dənə burada elə bir ki fiqur var. Onun 7'də 3'ü sarı rəngdədir. Yəni nə qədəsi? 15'i. 15 tane. 15 dənəsi sarı rəngdədir. Məndə isə burada sarılara fikir ver. 1 2 5 7 10 dənədir. Onda nə qədər sarı Asan değil, 5 tane. 5 dənədir. Vəssalam da. 15 dənə olmalıdır. Onu burada. Yəni bu boyda bu cümlələrə fikir vermə. Cavab variant. Hə, gəldi biraz maraqlı sual. X, Y, Z natural ədəddir. Yəni ki, 1-dən başlayır tam ədədlər. 1-dən başlayır tam ədədlər. İndi mənə verib ki, X ən kiçikdir, Y biraz ondan böyükdür, sonra da Z gəlir. Ən böyük Z-dir. İndi mən bu bərabərlikdən 11-dən istifadə edib
X, Y, Z-i tapmalıyam. Hələ onun ən böyük qiymətini tapmalıyam. Bir X, Y, Z ən böyük olsun. Yəni mümkün qədər X, Y böyük götürməliyəm. Burada da hər tərəfin X-a vuraq, yoxsa 11 nədir ümumiyyətlə? 11 hansı ədədlərin cəmidir? Onlar bir dənə baxaq. 1 ilə 10. Düzdür? 1 ilə 10. Sonra 2 ilə 9. Onsa natural deyib də bizə. Müəyyən yerə qədər gedəcəyik. 3 ilə 8, 4 ilə 7, sonra 5 ilə 6 və təkrarlanma gedir. 6 ilə 5, 7 6. ilə. Bir də Hatta bunların yeri bu dəyişməz. qədər. İndi fikir ver. Bəli. Sən əgər Z-ə 1 versən, Z-ə 1 versən, 1 onda. Y böl X 10 olmalıdır. Sən Z-ə də 1 verə bilməzsən. Deyinən niyə? Axı bu bərabərsizliyi ödəyən birdən kiçik nələri olacaq? Mənfiləri olacaq axı. 0 olacaq ya da. Bu deyir naturaldır. Demək ki, sən Z-ə 1 verə bilməzsən, hətta 2 də verə bilməzsən. 2 9-u da sildim. Fikir ver, bax bura məsələn bərabərsizliyi 2 qoysam. Hə, tutaq ki, Y-ə 1 verdim. Məsələn, X-ə nə verəcəksən? Ödənmir. Yəni Z ən azından 3 olmalıdır. X-da İndi bir dəqiqədə Z 3 olsa, üstdən kiçik nə var? Hani ondan da kiçik nəsə. Məcbur Y 2, X da 1 olmalıdır. O da ödənmir. Yəni bərabərsizliyi 3 dənə hərf varsa, onda ancaq 1 2 3 ola bilər. Yox. hə bildim. Onda Z-ə sən 3 də verə bilməzsən. Bu hissəni də sildim. Bu nə qaldı onda? Ya 4 7, ya 5 6. İndi baxaq. Demək, əgər sən 7 versən, fikir ver. Bax buranın 7 olmasını istəyirsənsə, o nə ola bilər? Məsələn, Z 4-dürsə, Z 4-dürsə, 4-dən kiçik ancaq sənin əlində 1 2 3 var. Sən 1 2 3-dən 7 ala bilərsən? Hayır. Yox. Bu da belə getdi. Qaldı bir dənə 5 6. 5 6-nı da qoymaq üçün Z-ə 5 versən, 6 olması üçün sən necə eləyə bilərsən? Altı olmaz. Şey Heç cür. 6 1 2 3 deyəndə 1 2 3 4-dən sən 6 nisbət şəklində ala bilməzsən heç vaxt. Ona görə sənin burada versiyaların tərsidir. Yəni Z burada mümkün qədər böyük götürək onda. Bildin necə? Tərsdən yazam indi. Məsələn Z-ə mən indi 10 Hə vereyim. bildim. Məsələn hə bildim. 11-i yoxlayım indi. Tərsdən. 11. Z-ə 10 versəm, bu da mənə deyir ki, cəmi ən böyük, ən çox nə qədər olsun. Z-ə 10 verdim də mən, ən böyük. İndi Y böl X-a da böyük ver, amma bu ondan kiçik ədədlərlə. Amma nisbəti elə bil ki, sayılsın da 1 alınsın. Nisbəti 1 alınsın. O da ola bilməz. Ya ola bilər əslində bir dəqiqə. Ola bilməz. Çünki Eyni rəqəm demir baxı. Eyni rəqəm deməyib, müxtəlif deməyib. Deyib ancaq natural ədəd. Hə, müxtəliflik buradan gəlir. Hə. hə. Bir alınması üçün sən burada bir alınması alınmır. Onda belə çıxır ki, sən burada 10 vermə. Z-ə nə ver onda? Ondan 9. Burasının da 2 olması lazımdır. Böləndə 2 olsun. Böləndə 2 olsun. 8 ilə 4. 8 ilə 4. Niyə 8 ilə 4? Çünki böyüklər verməliyəm. 9-u varımdırsa bir dənə məcbur buna bir 8 qoşa bilərəm. Bax bura 9, bura 8. Avtomatik də bunun 2 olması üçün, nisbətin 2 olması üçün. X-ə 4 qaldı. İndi görək bundan böyük var. Bizim deməli bu nə oldu? Hə. Bizim deməli əlimizdə 9, 8, 4 var. Bunların cəmi neçə eləyir? 21. Zaten də bu variantlar gedir. A ilə B. Çünki 21-dən böyük 25 var. İnanmıram da olsun. Məncə bu doğrudur. 9, 8, 4. 11 buranı da ödəyir. Cavabın da 25 olması üçün 25-i biraz 21-ə yaxındaq desən. Baxaq da gör, məsələn, gör nə verək? Z-ə 8 verək tutaq ki. Z-ə 8 versən, buranın 3 olması lazımdır. Böləndə 3 eləyən hansıdır? Ya 3 böl 1 deyir. Bu kiçik olacaq. Bu kiçik olacaq. 6 2 götürsək 16. Bu 16-dır. Yəni cəm 21-i keçmir hələ ki. Başqa nə verə bilərsən? 3. 9 3 o da sayılmaz. 8-dən kiçik götürməlisən. Z-ən böyükdür. Vəssalam. Bizim versiyamız daha doğrudur. Yəni Z-ə sən 9 verirsən, Y-ə 8, X-a da məcbur 4. Çünki 9 2-nin cəmi 11-dir. Vəssalam. 21-dir məncə.
Bu da asan suallardan da. Amma burada bir dəqiqədə deyir ki, buradan hansı yer yaxşıdır buradan? Hər yarışda 3 ox atır. Aha. Müvafiq olaraq 23 bu. Hə, burada indi bir şey var, bir dəqiqə. Bax, orta hissəyə 2 dəfə düşüb. Hə, yox, bir dəqiqə. Kənara da 2 dəfə düşüb. Amma 4 dəfə düşüb. Demək, düz gəlir o. Məsəl üçün, ortaya 2 dəfə düşüb, kənara 2 dəfə, 4 dəfə. 8 oldu. 1, 1. Hə? Fikrin var? Nə, mən baxıram, fikirləşirəm. Hər yerə 2 dəfə düşsəydi toplayardıq bunları, 2-yə bölərdik. Bunları toplayıb 2-yə bölərdik. Hər yerə 2 dəfə düşməyib baxın. Ortaya 2 dəfə düşüb. Bir dəfə buradan, bir dəfə buradan. Bir də ən kənarı sarı bu yerə bir dəfə buradan düşüb, bir dəfə də buradan düşüb. So, digərləri amma məsəl üçün bu ortancıl dairəyə bir dəfə burada, bir dəfə burada, 2 dəfə burada düşüb. 4 dəfə düşüb ortancıl dairəyə. Yazaq onda. Bir atışda qazanacağın maksimum xal neçədir? Hə, maksimum xalı soruşa bilər də burada onda. Deyəm, onda mən balacaya deyirəm B, yəni 2 dənə balaca, üstə gəlsin. Ortancıla deyirəm 2 dənə ortancıl, üstə gəlsin 4 dənə. Yoxsa düz demədim? Yox, düz demədim. Deməli 4 dənə ortancıl, bir də böyükdə 2 dəfə. Bunda böyük deyim. Onda buna da 2 deyim ki, kiçik olsun da. 4 dənə kiçiyə düşüb, kiçik dairəyə. 2 dənə. 2 dənə kiçik dairəyə düşüb, 4 dənə ortancıl dairəyə düşüb, bir də 2 dənə də böyük dairəyə düşüb. Bunların cəmi, общий bunların xallarının cəmi deyil. Aha. 20 neçə edir bura? 44. Tam alınmır axı bu da. Bu da tanınmalı. Bu xoşuma gəlmədi bu yol. Hə, ki, belə işlər. Bir atışda maksimum neçə xal? Onda gəl belə işləyək də. Yaxşı, yazaq elə. 2 dənə kiçik, 4 dənə ortancıl, 2 dənə böyük dairə bizə verməlidir 67, hə? 48, 67 qaldı. 67. Düz gəlmir də. 67 2-yə bölünmür axı. Bura 2-yə bölünür amma. Fərqli hissələr, fərqli xallarla. Hə. Ümumiyyətlə 23-ü necə yarada bilərsən? 3 dənə fərqli ədəd. Aha. 23 bizdə məcbur bir dənə 9 olmalıdır, hə? 9, 7, 6. Yox. 16. 9, 8, 6, hə? Hə, ondan. Bundan başqa versiya var? Müxtəlif deyib. Yox. 9, 8, 7 dənə. 9, 8, 7 bizə 24. Budur da, hə? 23 yarıdan budur. 9, 8, 7, 6. İndi bilmirəm hansı ara düşüb. İndi bir dəqiqə. Səndə orta hissə burada da var. Burada da var. Onu mən düşünürəm ki 9 olsa. Məsəl üçün, əgər 9 orta hissə olsa, burada 9 orta hissə, 9 orta hissəyə məcbur 18-in üstündən gələndə 25 edir. 7 qalır. O da ola bilməz. Çünki burada orta hissə var idi. 9, 8-in içində 7 yoxdur. Gəl bir dənə deyim. Bu biraz qarışıqlıq düşdü. Bax 9, 8, 7, 23-ü yaradır. Mən də düşünürəm ki orta hissəyə şey verim. Ən böyük 9-u verim. 9-u versəm orta hissəyə, bu qıraqlara nə qədər qalır? 8-lər qalır. O ödəyir məsəl üçün. Elə bil ki, ortaqlara bu ikisində 9 olduğu üçün, 25 də böyük ədəd olduğu üçün 9-u ortaya verdim. Qıraqlara isə bu orta hissə, məsələn 25 olan yerdə,
Bura isə 8, 8. Eyni xallarda 16, 9, 25 eləyir. İndi mən bura 8 yazmışamsa, deməli kənara 6 yazmalıyam. 9, 8, 7, 9, 8, 6 olmalıydı axı. İndi görək o üçüncü də ödəyir. Deməli, bura 8, bura 8, kənara da 6. Ödəmir. 22 eləməli idi. Ödənmir o yol. 9, 8, 7, 6-nı ona görə götürdük ki, rəqəm götürdük. Bu demir axı rəqəmlərdir. Ona görə biz başqa ədəd də götürə bilərik. 23-ü yaradan. Fərqli ədədlərdən 23-ü yaradan, amma ən böyük atışımız da, maksimum xalımız da məsəl üçün deyək ki, 10-dur. A variantı. Tutaq ki, 10 ortadadır. 10 buradadırsa ortada. Sən 25 yaratmaq üçün 15 lazımdır. 2 dənə eyni ədədin cəmi 15 ola bilməz. 11 olsa, ortadakı ədəd 11 götürsəm, buna da 11 desəm, olacaq 14. Ortaya gəldi, düşdü 7. 7-nin biri də gəldi, düşdü bura. Bu elədi neçə? 11 ilə 7. 18. Məcbur kənara qaldı 5. Yəni 7, 7, 5, 11-in cəmi 23 eləyir. 7, 7, 11-in cəmi 24 eləyir. Üçüncünü yoxlamaq lazım. 7, 7, 5. Ödəndi. 14, o da 5, 19. Yəni 11 cavabı ola bilər. Deməli, o A deyil, maksimum soruşur. Deyəndə 12 də ola bilər bəlkə. 12-ni yoxlasaq, əgər 12-ni ortaya qoysaq, 12 bura, 12 ola bilməz. Yəni cüt ədəd ola bilməzdi onsuz da. Çünki 25-yə tamamı. Onda gedib 13-ü yoxlayım bir dənə. 13 olsa, deməli bu ortalara 6, 6 qaldı. 13 üstündən 12-ci cəmi 25. 13 olsa, deməli, burada 6-dırsa 19, burada məcbur 4 yazmalıyım. İndi görək. İkisi ödəyir. Burada 4 yazıram. Ortaları da 6, 6. Ödənmədi. 16 oldu. 12 ödədi, 16 oldu, 19 ödəməlidir. Deməli, sənin cavabın 13 ödəmir. Tək ədəd olmalıdır, 11. Məsələn, variantla işləmə daha yaxşı idi. Variantla işləmə daha yaxşı idi. Başa düşdün nədən danışdın? Bildim. Variantları qoyuram yerinə. Ortadan qoyuram ki, bu ikisində ortaq, çünki orta yerdə. O bizlər aləm deyə bir-birinə. Bu ortancıl dairəli 2 dənə yer var, burada bir dənədir. 11 ya da cüt ədədlər də ola bilməz, çünki 25-i yaradan bilirsən. İkisindən birini ödənməlidir. Görək bu nə deyir. Gündəlik həyatda istifadə edilmiş liftlərin yük götürmə qabiliyyəti. Bir dənə liftdir, yük götürmə məsələsində neçə kiloqramdır. İndi onların hissə ilə miqdarı və ya liftə minən insanların kütlələrinin cəmi bu tutuma bərabər olarsa, lift tam dolmuş sayılır. Aşağıda liftə minmək üçün gözləyən 5 nəfər var. Bu insanların kütləsinin liftin daşıya biləcəyi maksimum yükün hansı hissəsi olduğu verilmişdir. Yəni bu ki, lift müəyyən kütlədir, onu bilmir gələk. Onun məsəl üçün 12-də birini Bahar daşıyır, Səməd 12-də 5-ini belə-belə gedir. Görək, buna görə lifti gözləyən hansı 4-ü liftə minərsə, lift tam dolmuş olacaq. Yəni məncə burada demək istəyir ki, 4 dənə ədəd toplayanda 1 tam alınmalıdır. Səncə? Məncə də. Vəssalam. Mən Ya o bir ifadə. Hə, orta məxrəc. Məsəl üçün 36. Çünki hər biri 36-ya bölünür. Məsəl üçün bu elə 36-da 1 deyir. Bu 36-da neçədir? 4-ə vurdum da 16. Bu 36-da 2-dir. Yəni ki 16. Nərgiz. Bu 36-da 36-da 15-dir. Bu da 36-da 3-ə vurdum. 36 3-dür. İndi gör bu 5 dənə ədəddən 4-ünü hansını toplayanda 1 tam eləyir. Elə A variantı, yoxlaya variantları. Deyir Bahar, Səməd, Nərgiz, Əntiqə. Bahar, Səməd, Nərgiz, bir də Əntiqə. Bunlar bizdə neçə eləyir? 5. Yox, eləmir axı. İlk 4 dənəni deyir. 36-da 21 eləyir. Ödənmədi. A variantı ödənmədi. Fərrux, Nərgiz, Bahar, Səməd, Nərgiz, Fərrux. B variantı. Baxaq. Fərrux, sonra Nərgiz. Yəni Əntiqədən başqa hamısı da. İndi baxaq. 3, 20, hə eləyir də. 3, 2, 5, 15, 20, bu da 16. 36, yəni 1. Vəssalam. Cavab B variantı. Qutardı 7. Asan sual.
Verilmiş düzbucaqda rəngli olmayan sahə mavi rəngli sahənin neçə faiz böyükdür? Faiz bilirsən də. Neçə faiz böyük? Bəli, bəli, bu cür istəyirəm. İndi deyəm. Sən bilirsən ki, bu sahəni tapanda nə edirsən? O bilirsən? Aa, Deməli, yox. düzbucaqlı üçbucaqda sənə düşmüşdü şeydə, Timoda. Düzbucaqlı üçbucaqda o çətin sual idi. Sən bu düzbucaqlı üçbucaqdır. Niyə? Çünki bu düzbucaqlıdırsa buralar düzbucaqdır. Bunlara düzbucaq, düzdürmü? Deməli, onda bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda bu 6 ilə 5 olan yerlər katetləri sayılır. Boş ver onları. Düzbucaq tərəflərinə olan bu hissələri bir-birinə vurursan, bölürsən 2-yə. Bölürsən 2-yə. Bu neçə eləyir? 15. Yəni bu mavi hissənin sahəsi 15-dir. Bəs rəngli olmayan necə tapım? Ya trapesiya ilə taparsan, trapesiya ilə. O biraz çətin olacaq. Ümumi sahəni tapım, bu 15-i çıxım da oradan. Ümumi sahə məndə bura 6-dır, eni. Uzunluq da fikir ver, 10 ilə 5-in cəmi 15-dir. Yəni 90. 90. 90-dan da 15 çıxıram, deməli bu hissəyə qalır 70. 75. 75 deyil, bir dəqiqə. Rəngli olmayan sahə, yəni 75. Mavi sahədən, yəni 15-dən nə qədər çoxdur, neçə faiz? Bunu tapmaq üçün dan dəniz yazırsan aşağı. Keçmirsən onu? Bəli. Deməli, dan dən hansında idi? Sahədən, 15-dən. Yox. 75 ya da 15-dən. 15-i yazırsan aşağı. 75-dən 15 çıxırsan, bunlar arasındakı fərqi. Vurursan təbii ki 100-ə. Faiz 100-də. Bunu hesablayırsan. Deməli 15 bizə mavi deyil, mavi sahədən deyib. Dən ardası onu məxrəcə yazırsan. Sürətdə də bunların fərqini yazırsan. Bu neçə eləyir? 60, 15-ə böləndə də 4. 400%. 100-ə də vururuq, eləyir 400%. C variantı. 18. Bu desən çətin oxşuyur. Aşağıda şəkildə dairələrin içinə birdən böyük natural ədədlər yazılacaq. Üstdəki hər dairəyə, altdakı ona bitişik olan iki yanaşı dairələrin ədədlərinin hasili yazılır. Buna görə ən üstdəki dairə aşağıdan hansı yazıla bilər? Üstdəki hər dairə, altdakı ona bitişik ikisinin hasili. Məsələn, deyək ki, bura 3 yazdın, bura 2 yazdın, hə? Üstünə 2-nin hasilini bura 6 yazacaqsın. Ən üstdəkinə. Deyir ki, ən üstdə dairəyə aşağıdan hansı yazıla bilər? Yazıla bilər deyir də. Götürək 165-i tutaq ki, yazaq bura. Hə? 165 nədir? Vuruqları. Deməli, 3-ə bölünür də o. 3-ə bölsək neçə eləyir? 55, hə? Hə. 55 də 5 vur 11-dir. Məncə ola bilməz axı o. Çünki 3, 5, 11 sadə ədədlərdir. Onları nətər yazacam? Bax, bu 2 dənə xanaya nə yazım? 2 dənə xanaya mən 3, 5, 11 bunlardan nə yaza bilərəm? Belə yaza bilərəm məsəl üçün. 33 vur, yox, 33 nə idi? 3 vur 55. Düzdürmü? Bəs 3-ü necə yaradım? Nə vur, nə 3 eləyə bilər? 1 yoxdur bizdə. 1 yoxdur. Həm də 55 yaratmaq üçün 11 lazımdır. Bunu 11, 5 yazsam 3 yarada bilməyəcəm. Ola bilməz. 3, 5 kimi ola, 3, 55 kimi ola bilməz. Bəs 165 necə ayrılsın? O şey olur. 33 ilə 5. 33 ilə 5, hə? 33 ilə 5 yazanda, sən yenə burada 5 almısan da, aşağıda 2 dənə xanaya məcbur bir dənə 1 yazmalısın. 5-in vuruqları 1 ilə 5 deyil. Olmur yenə. 33 ilə 5 olmursa, bir dənə versiya qaldı ki, hansı versiya qaldı bir dənə? 15 ilə 11-ə? 15 ilə 11. Yəni 11 sadədə də olduğu üçün 2 dənə aşağı xanaya məcbur bir dənə 1 yazmalısın. Olmadı o da. 1 yoxdur. Deməli, səndə 165 ödəmir. 105. 105-i buraya yazsan, deməli, bunun başqa yolu var. Mən sadəcə variantla qoyuram gedir. Deməli, 105 bizdə nədir? 7 vur 15-də. 7 vur 15-dəki 3 vur 5. 7, 3, 5. Babi, bu da məncə olmayacaq. Çünki sadə ədədlər düzüldü ora. Bax, gələ 7, 15-i buraya yazsan. 7 sadədir. Aşağı yazamayacaqsan. Başqa necə yaza bilərsən onu? 35 vur 3. 35 vur 3 yenə bax, gördün. 3 sadə ədəd oldu. Bu ikisini xanaya mən məcbur bir dənə 1 yazmalıyam. Olmadı. Məcbur burada olmayacaq məncə. Bu da olmayacaq. 90-a baxırıq. 90 deyəsən olacaq.
90 yazsam, 90 indi çoxdur da. Ya mən məsələn artıq tapdım. 9 vur 10. Bura, yox, 9 yazamaz. 9 yazamazsan bir dəqiqə. Çünki 3 yox idi onun içində də. 90 başqa nə tər yazaq deməli? 45. 2 ilə 45. 2 də sadə ədəddir də. Hmm. 2 də sadə ədəddir. 3 ilə 30. 3 ilə 30 yenə 3 sadə ədəddir. Oldu. 3 sadə ədəddir də. Bəli. 90 da bəlkə deyil. Bir dənə 45-ə baxaq. 45 qoysaq 45 5 9 3 10. 3 15 yenə alınmadı. Yox. Bir dəqiqəyə. Üstdəki hər dairəyə, altdakı ona bir hər iki yanaşı dairə ədədlərin hasili yazılır. Birdən də böyük olmalıdır. Nə tür ola bilər ki? Tapdım. 6 vur 15 yaza bilərsən də 90-a. 6 15 90 eləmir. Deyirəm də bu cüt olmalı idi məsələn. 90-dır burada. Deməli 6 15 yazmısansa məcbur 3 bura yaz ki 6-nın içində var. 2-ni bura yaz. 5 də bura yaz. Ödəmir. Ödəyir. 90 6 10. Deməli bunlardan biri mən başlarında bildim ki bu cüt olacaq. Cütlər sənə kömək eləyir də sadə ədəddən biraz qurtulsun. Məsələn 6 yazırsan bura sadə deyil axı onu ayıra biləcəksən 2 yerə. Həvəssam 90. Mən bunu variantla işlədim. Bəlkə də başqa yolu var. Variantla rahat alındı. Növbəti. Bax get-gedə özə 20-ci sualdan sonra özə 5 ballıqlar gəlir ha. Deyəsən final deyim, yarım final. İndi nə deyir? İçindəki ədədi ən yaxın yüzlüyə qədər yuvarlaşdırır. Bax bu şarı görsən, yüzlüyə qədər yuvarlaşdır. Bu birisi şarı görsən, onluğa yuvarlaşdır. Ən yaxın onluğa yuvarlaşdır deyir. İndi nə deyir? 1524-ü böl 4-ə deyir də. 1524-ü 4-ə böləndə nə deməkdir bu? 375. 375 eləyir. 375 eləyir. Niyə? Tam eləmirdi. O axı orada ədədi 100-yə yuvarlaqlaşdırır. 100-yə qədər də, hə. 100-yə Mən də yuvarlaqlaşdıranda deyirəm tam eləmir axı. 375 olur. 375 budur, bəli. 375 budur. Onu da deyirsən üstünə 34 gəl. Onda onluğa qədər yuvarlaqlaşdırıb 380 eləyir. 34 gələndə 410. Aysə onluğa qədər yuvarlaşdı qalmışdı. 380 aysə. 375 onda mən səhv yazdım, hə? Yoxsa yox? 375 düz yaz. Hə. 375 rəqəmi düz yaz. Orada el rəqəmi yazılır. Düz yazdım, hə. Buradan özə gediş eləyəndə bu 380 kimi baxacağam. Hə, bildim. 380 o da 34. 400 14. 414. 414 nədir? Onluğa qədər deyir yenə. Yox, təkliyə. Onluğa. Onluğa qədər bu neçə olur? 410. 410. 5-ə böl. Bu olur deməli 410, 410. 82. 82 yazırsan bura. Bizə demişdik ki, yenə onluğa. 80. 80. Vurdum 8-ə. 640. 640-ı təzədən nə etməliyəm? Bu da bərabərdir 600. 640-ı da deyir 100-lüyə qədər, hə? Təkliyə onu 100-lük. Bu da eləyir 600. Bu da asandır, hə? Asan da oldu. Burası belə bir suala dizayn verirlər. Yəni uşaqlar biraz qorxsun. Yəni əslində asandır. Məsələn bu biraz çətindir deyəsən. Çünki üzə yerləşdirməlisən, ədədləri üzə yerləşdirməlisən. Burada tapmaca qurmalısan özü. Yaxşıdır ki 1-dən 9-a qədər deyib. 1-dən 9-a qədər bu ədədləri elə qoymalıyam ki, bərabərliklər falan ödənsin. Deyir ki, məsələn bura qoyduğum ədədin üzərinə 3 gəlsən, buradakı alınır. 1 çıxsam A hərfi alınır, buradakı alınır. O ABC-ni tapmalıyam. Deməli. İndi baxın da, bax. Bölmədən başlayaram mən. Bölmədən başlayaram məsəl üçün. Çünki 3-ə bölünən nə var? 3-ə bölünən məsələn 9 da var, 6 da var. Vəssalam da. Yox. 3-ə bölünən ancaq 9, 6 da. Məsəl üçün bura əgər 9 qoysa, görünür? Bəli. 9 qoysam məcbur buranı 3 alacağam. Bu C hərfini 1 alacağam. Hələ ki.
İndi 9-3-1 gedib. İndi sən burada fikirləş ki, buradan başlayaram yenə. 4-ə vursam, çox böyük ədəd alınmamalıdır. Çünki bunlar 1-dən 9-a kimidir. B-ni yenə 1-dən 9-a kimi ədəd yazmalıyam. Deməli 4-ə vururamsa mən, əgər 1-3 gedibsə 2 götürürəm. 2-ni qoysam 8. Bura 8 alınır. Aha, 8 də yox idi. 8-dən 3 çıxanda bura 5 alındı. Aha. Bax, hər biri fərqlidir. 1, 2, 3, 8, 5, 9 istifadə olunub. Yerdə hansı ədədlər qalıb? 4, 6, 7. Yox. Aha, 4, bəli. 6, 7-ni bura Bəli, necə bəli. qoyaq ki, alınsın bu? 4, 6, 7-ni. 4, 7, 6 qoyuruq. 4, 7, 6. 4, 7, 6 deyirsən qoyaq. 4, Ee, 7, 6 kimi ay sıralayırıq. sağ ol. Vəssalam, ödəndi. Vəssalam. Ya tapmacadır da, bunu mən buradan bilmirdim 9 ilə başlayacaq. Alınmasaydı 6-ya getməliydim. Ona görə alındı birinci cəhddə. Ola bilsin ki, alınmasın birinci cəhddə. Hüseyin vəssalam da indi mənə deyir ki, 6, 5, 1-in cəmi. 12. Belə. Ha, gəldi buna. İndi burada bu tip suallarda neynə? Bir dənə özün üçün budaq ayır. Yəni bu hansıdır, bu hansıdır. Sonra bu ikisini belə ayır. Ən yaxşısı budur. İndi baxaq. 4 ləçəkli, 2 ləçəkli olmaqla ümumilikdə 1200 ədəd gül var. Deməli 1200 dənə gül var. Mən bunu 2 yerə ayrılıram. 1200-ü. 4 ləçəkli, bir də 2 ləçəkli. 2 yerə ayrıldım. Hələ ki bu gəldi ağlıma. Sonra deyir ki, güllərin 650-si 4 ləçəklidir. Yəni sən demə burada 650-dir. Onda 2 ləçəkli nə qədərdir? 750. 750 Yox, mi? 1200 olmalı. 650. 550. 550'ye 550. Hə. Güllərin 630-u sarıdır, sonra deyir qırmızıdır. Deməli, həmçinin 4 ləçəkli də, 2 ləçəkli də 2 yerə ayrılmalıdır. Yox. Qırmızı, sarı olmaqla. Bəli. Vəssalam, bunları belə ayırmalıyıq. Qırmızı, sarı, qırmızı, sarı. İndi görək. 530-u sarıdır. Yəni 4 ləçəkliyin sarısı ilə 2 ləçəklinin sarısını hamısını toplayanda birlikdə 530-dur. Oradan bir şey çıxmır. Sonra deyir ki, 280 qırmızı gül isə 4 ləçəklidir. Gəldin 4 ləçəkliyə, qırmızıya 280 yazdım. Bəs sarıya nə yazım? 370. Vəssalam da cavab 370. Ha, bəli. Nəsə düz olmadı axı elə bil. 4 ləçəkli sarı güllərin sayı. Mən düz qoydum. 650-si 4 ləçəklidir. Aha. 280 qırmızı gül isə 4 ləçəkli deyil deyir. Hə, mən deyirəm niyə alınmır axı? 280 deyil deyir, 4 ləçəkli. Onda 2 ləçəklidir də. Bura 280-dir. Okey? Deyirəm axı asan da alındı bu yoxsa. İndi belə çıxır ki, 2 ləçəklinin sarısı nə qədərdir? 270. Yox. 550 olmalı idi. Ama Axı bu sarı ilə bəli, bu bəli. sarının cəmi səndə demişdi 530 olsun. Demişdi Onda ki, şey olur orada. onda nə qədər qalır buna? 530-dan çıxanda 260 hə? 260 bəli. Yəni 4 ləçəkli sarı gül 260-dır. Məndən soruşur 4 ləçəkli sarı güllərin sayı 260. Bu sxemi qurmasaq, aləm dəyər cümlələrdə. Bildin çox. Bunlar əsasən bu suallardan magistraturaya düşür əslində. Magistraturaya. Prosta bunlar bura sahiblər. Bu elə olduğu kimi magistraturaya düşüb deyəsən. Hə, bu belə sxem qurmasan aləm dəyər orada bir-birinə yoxsa. Yəni əslində düzdür, 5 ballıq sualdır. Sonra bu deyəsən asanda oxşuyur. Bilmirəm ha. Məsələn, mən burada bir dənə şey bilirəm ki, bu B aşağı düşübsə, A ilə C-nin cəmi müxtəlif rəqəmlər olduğu üçün belə çıxır ki, 10-dur. Yox. A ilə C 10-dur cəmləri. Ha. Çünki 0 olub ki, axırı B aşağı düşüb də. 10-dur. A ilə C-nin cəmi 10-dur. Sonra və A ilə də B-ni toplayanda C-ni verib, onda bir yadda qalıb. Çünki A olduğu kimi düşməyib. A olduğu kimi düşməyib. Onda belə çıxır ki, A üstən yazsın bir yadda bərabərdir B olmalıdır, hə?
C də burada məcbur böyük ədəd olmalıdırsa 9 1-i yoxlayaq hələ bir. C-yə 9 desəm, yox. Hə bir dəqiqə. C-yə 9 desəm, A-ya 1 desəm. A-ya 1 desəm, B-yə məcbur mən elə bir ədəd deməliyəm ki, yadda qalsın, hə? 8 1 9 eləyir, yox. Yox, yox, yox. 9 1 məncə düz gedir. Dəqiqə. A ilə C-nin cəmi 10 olduğunu bilirik. A ilə B. Hə. A ilə B-nin toplayanında bir dənə də bir yadda var. C verməlidir. Hı. Bir də bilirəm ki, A-nın üstünə də yenə bir yadda gəlib B verməlidir. Çünki A üzük olar da, yoxsa orada. Bunlardan nə əldə edə bilərik? Bir dənə də var da A ilə C-nin cəmi 10. A ilə C-nin cəmi 10. Bunlardan nə əldə edə bilərik? Deyə bunu əldə edə bilərik, bax. Fikir ver. Mən bunu tənli ilə deyirəm, ha. Bax, burada B-nin yerinə A üstə gəlib 1 qoya bilərəm. Çünki burada A var, B var, C var. 3 dənə məhsul var. Heç olmasa 2 dənə eləyim onu. Məsələn, A yazım A. Görünür? Bəli, bəli. Hə. Zoom atacaq deyəsən. Tez buna baxaq. A, B-nin yerinə yazıram. A üstə gəl 1. Bir dənə də burada özündə 1 var, bax burada. 1 var. Üstə gəlsin bir dənə də 1 bərabərdir C. Bu da nə deməkdir? 2A üstə gəlsin 2 bərabərdir C. Deməli C cüt ədəddir. C cüt ədəddir. C-yə rəqəm A ilə C-nin toplayanda 10 eləməsi üçün C-yə cütləri vermək lazımdır. C-yə 2 versən, A-ya məcbur neçə verməlisən? 8 verməlisən. A-ya 8 vermisənsə B burada 9 olmalıdır. İndi baxaq. Düzdür də. B 9-dursa 19 1 yadda. B 9-dursa A-da 8 yox ödəmir. 17 ödənmir o. İndi A-ya C-yə hansı cüt ədəd qaldı? 4-də. 4 versən A 6 olacaq. 10. Deməli A-ya 6 vermisənsə B olmalıdır nə? 7. B-lər də 7 olmalıdır. 17 1 yadda. 7-dirsə A-da 6-dır. 13 14 hə alındı. Bax bu alınır. Bu alındı bax. C-yə 4 versən B-yə 7 A-ya da 6. 7 1 yadda. Bura 13 eləyir. Bir yadda varaq. 14. C yenə 4 oldu. Sonra A 6-dırsa yenə 14 demirsən. Bir yadda B yenə 7 oldu. Ödəndi. Vəssalam. Mənə deyir ki, A-nın kvadratı 36 üstə gəl B-nin kvadratı 49 üstə gəl C-nin kvadratı 16. 52 101 elədi məndə. Bildin? Bəli, bəli. Dəqiq bildin. Burada biraz çətindir ya. Bu da 5 ballıqdır. Bəli. Çünki A ilə C-nin cəmi 10-dur. Məcbur bir dənə tənliyi nəsə qurmalısan. Oradan fikirləşməlisən ki, görürsən mən hansı qiymətləri verim 10 olsun. Cüt ədədlər olmalıdır C-də. O biraz asanlaşdırdı. Hə bir dənə zoomu yenilənsin, qoşularıq.